Dərsimiz kartoqrafik proyeksiyalar, təhriflər, generalizasiya olacaqdır. İlk olaraq xəritə nəyə deyilir ona baxaq. Xəritə yer səthinin bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin müstəvi üzərində keçirdilmiş və şərti işarələrlə təsvirinə xəritə deyəcəyik. Daha sonra kartoqrafik modelləşdirmə var ki, kartoqrafik modelləşdirmə hər hansı bir ərazini daha aydın təsvir etmək istəyirəmsə, mən modellərdən istifadə etməliyəm. Bu modellərdən biri də kartoqrafik modelləşdirmədir. Kartoqrafik modelləşdirmə dediyimiz zaman məkana dair coğrafi informasiyanın əldə edilməsi, həmin informasiyaların təhlil edilib, onun əsnasında xəritələrin tərtib edilməsi nəzərdə tutulur. Kartoqrafik modelləşdirmə də 3 prinsipə əsaslanır. 1. Kartoqrafik generalizasiya, 2. Kartoqrafik işarələr və riyazi əsas. Kartoqrafik generalizasiya nə deməkdir desək, deyəcəyik ki, miqyas, məqsəd və məzmunundan asılı olaraq obyektlərin seçilməsi və ümumiləşdirilməsidir. Kartoqrafik işarələr isə şərti işarələr deməkdir. Biz bunu sizinlə danışmışdıq. Şərti işarələr hansılardır, necə işarə edilir, hansı şərti işarə nəyi bildirir? Bunlar hamısı kartoqrafik işarələr gedir. Riyazi əsas adından göründüyü kimi kartoqrafik proyeksiyaların köməyi ilə yerin kürə səthindən, kürə formasından xəritə müstəvi üzərinə keçidi nəzərdə tutulur. Birinci kartoqrafik generalizasiya haqqında danışaq. Bir də tərifi vurğulamaq istəyirəm ki, generalizasiya dedikdə miqyas, məqsəd və məzmunundan asılı olaraq obyektlərin seçilməsi və ümumiləşdirilməsi deməkdir. Əgər xəritəmin miqyası kiçildikcə, onun müfəssəliyi, yəni dəqiqliyi azalacaqdır. Xəritəm kiçikdirsə, onun dəqiqliyi azdır deməkdir. Yox, xəritəmin miqyası böyükdürsə, onun dəqiqliyi artır deməkdir. Yəni, miqyas kiçikdirsə, dəqiqliyim azdır. Əgər xəritəmin miqyası böyükdürsə, dəqiqliyim çoxdur deməkdir. Təbii ki, miqyas böyüdükcə generalizasiya azalar, miqyas kiçildikcə generalizasiya artar. Bu nə deməkdir? O deməkdir ki, biz sizinlə miqyas dərsində hansı miqyası kiçik miqyaslı, hansı miqyası böyük miqyaslı deyirdik. Biz bunu danışmışdıq sizinlə. Məsələn, 1 bölək 300 deyirəmsə, bu böyük miqyaslı xəritədir. Böyük miqyaslı xəritə olduğu üçün generalizasiya azdır. Generalizasiya təhrifi isə uşaqlar, generalizasiya xəritənin sadələşdirilmiş forması deməkdir. Məsələn, biz deyirik ki, böyük miqyaslı xəritədə generalizasiya azdır. Yəni, burada dəqiq göstərilir. Heç bir təhrif olmur, heç bir sadələşdirmə getmir. Amma miqyasın kiçikdirsə, məsələn, 1 bölək 3 milyon deyirəmsə, artıq burada mənim miqyasım nədir? Kiçik miqyaslıdır. Generalizasiyam neyniyər? Əlbəttə ki, artar. Yəni, mən daha da sadələşdirərəm ki, məsələn, bir neçə bina göstərirdimsə, böyük miqyaslı, kiçik miqyaslı yalnız bir nöqtəni göstərə biləcəm, bir binanı göstərə biləcəm. Yəni, generalizasiyanın məğzi bu deməkdir. Mahiyyəti bundan ibarətdir. Məsələn, torpaq xəritəsində mən ən çox nəyə önəm verərəm? Torpağın tiplərinə önəm verərəm, onları göstərərəm. Amma orada olan yaşayış məntəqələri, orada olan faydalı qazıntıları, filiz faydalı, yanar faydalı qazıntıları artıq mən generalizasiya edərəm. Yəni, onları xəritədə çıxardaram, sadələşdirərəm, təhrifə verərəm ki, ən çox torpaq tiplərini görüm. Yəni, generalizasiyanın məqsədi, məğzi bundan ibarətdir. Mən yer kürəsini müstəvi üzərində daha dəqiq təsvir etmək üçün riyazi əsaslardan istifadə etməliyəm. Yəni, dərəcə torundan, miqyasından və kartoqrafik proyeksiyalardan istifadə edirəm. Və mən qlobusdan müstəvi üzərinə keçərkən burada təhriflər yaranır. Hansı təhriflər yaranır desək, forma, uzunluq, sahə və bucaq təhrifləri yaranacaqdır. Baxın, burada hər biri qeyd etmişəm. Birinci hissədə riyazi üsullardan istifadə olunur. Kartoqrafik proyeksiyalar vasitəsilə yer kürəsi müstəvi üzərinə köçürülür. Yerin kürə şəklində müstəvi üzərinə köçürülməsi əlbəttə ki, proyeksiyalar hesabınadır. İndi bu proyeksiyalar haqqında da danışacağıq. Sadə silindrik proyeksiya, konus, azimutal, çoxüzlü kimi proyeksiyalar vardır. Daha sonra isə təhrif dedikdə, təhrif nə deməkdir? Mən yer kürəsini müstəvi üzərinə köçürdərkən əlbəttə ki, orada təhriflər olacaqdır. Və bu təhriflər dedikdə nə nəzərdə tutulur? Yəni, burada uzunluqlar, sahələr, formalar dəqiq göstərilmir.
bunlar dəqiq orada verilmir də, yəni tam dəqiqliklə göstərilmir. Mən bunu təhrifə uğradıram. Tam burada dəqiqlik qorunmur. Müəyyən bir xətalara yol verirəm, müəyyən bir ərazinin kiçildilməsinə və yaxud da böyüdülməsinə yol verirəm. Məsələn, biz xəritəyə baxsaq Qırlandiya adasına. Qırlandiya adası həqiqətən həmin necə deyim, sahədənmi ibarətdir? Xeyr, əlbəttə ki, təhrifə uğrayıb deyə xəritədə o şəkildə görsənir. Təhrifləri biz tam aradan qaldıra bilmərik. Biz təhrifləri tam aradan qaldıra bilməsək də, bunları nisbətən azalda bilərik. Və bu zamanda forma, uzunluq, sahə və bucaq təhriflərindən istifadə edəcəm. Və uşaqlar, bunu görəcəksiniz ki, məsələn, müəllim, bu nə deməkdir? Bu deməkdir ki, yer səthi kürə şəklində deyil və bu çox sayda nələrə bölünür? Dilimlərə bölünür. Və bu çox üzlü proyeksiya kimi də qəbul edilir. Yəni, bu əsasən kiçik ərazilərin təsvirində, topoqrafik xəritələrdə istifadə olunur. Xəritələrin miqyası böyük və orta. Təhriflər isə bu trapesiyaların arasındakı bu boşluqlar var, həmin boşluqlar nə olur? Doldurulur. Kartoqrafik proyeksiyalar təhrif xüsusiyyətlərinə görə də 3 qrupa bölünəcəkdir. Bərabər bucaqlı, bərabər sahəli və ixtiyari proyeksiyalar. İndi isə gəlin bunların hər biri haqqında ayrıca danışaq. Bərabər bucaqlı proyeksiya dedikdə nə nəzərdə tutulur? Biz buna bəzən də konform deyəcəyik. Baxın, qeyd edirəm. Buna konform da deyirik. Ola bilər ki, testlərdə konformula çıxsın. Bu, bərabər bucaqlı proyeksiya deməkdir. Burada istiqamət və bucaqlar təhrif olunmur. İstiqamət, bucaq təhrif olunmur, amma uzunluq, forma təhrifə məruz qalır. Burada da qeyd etmişəm, istiqamət, bucaq təhrif olunmayacaq, amma məsafə ilə sahə, yəni forma ilə uzunluq təhrifə uğrayacaqdır. Belə xəritələri biz hansı xəritələrdə istifadə edə bilərik? Dəniz nəqliyyatında, aviasiya xəritələrində istifadə edə bilərik və Mercator 1569-cu ildə tərtib etdiyi dəniz naviqasiya xəritəsi də məhz bərabər bucaqlı proyeksiyaya daxildir. Biz bunu misal göstərə bilərik. Bəs bərabər sahəli proyeksiya nədir? Bunu ekvivalent proyeksiya da deyilir, qeyd edirəm. Ekvivalent proyeksiya. Ola bilər sınaqlarda, testlərdə 2 adda da çıxsın. Bərabər sahəli də çıxa bilər, ekvivalent də çıxa bilər. Bu proyeksiyalarda sahə çox az təhrifə uğrayacaq, amma bucaqdır, formadır, tamamilə təhrif olunur. Burada da qeyd etmişəm, sahə tərifə azdır, bucaqdır, forma, məsafə hətta təhrifi çox olur. Biz belə xəritələri hansı xəritələrə misal çəkə bilərik? Qal-Petris proyeksiyası buna misal ola bilər və yaxud da materik və okeanların sahələrini hesablamaq üçün biz bərabər sahəli proyeksiyalardan istifadə edə bilərik. İxtiyari proyeksiya isə sərbəst proyeksiya da deyilir. Qeyd edirəm, sərbəst proyeksiya. İxtiyari proyeksiyada sahə və bucaq az təhrifli olur, uzunluq və forma maksimum həddə olur. Yəni, daha çox təriflə verilir. Və tədrisdə xəritələrin hazırlanmasında bu proyeksiyadan istifadə etmək daha əlverişli hesab olunur. Məsələn, burada da qeyd etmişəm, sahə və bucağın təhrifi az verilir, amma uzunluğun, forma deyəndə bunların təhrifləri maksimum həddə çatır. Və bu proyeksiyaların arasında da bərabər bucaqlı proyeksiya ayrılır ki, burada da uzunluq düzgün verilir, digər təhrifi isə saxlanılır. Bərabər aralıqlı proyeksiya. Yəni, ixtiyari proyeksiyasının içərisində bərabər aralıq proyeksiyası da var ki, bu proyeksiyada da uzunluq düzgün verir, yəni digər təhriflər isə saxlanılır, olduğu kimi qalır. Düşmür əsasən, amma yenə də biz bunu deyib üstündən keçirik. Gəlirik proyeksiyalar haqqında danışmağa. Baxın, uşaqlar, gördüyünüz kimi bu sadə silindrik proyeksiyadır. Baxın, qlobus şəffaf bir silindrin daxilinə yerləşdirilib. Görürsünüz, şəffaf bir silindrin daxilinə yerləşdirilir və bu zaman fikir versəz ki, ekvator boyu toxunulur. Ekvator boyu hissələrinə toxunduğu üçün bu hissədə təhrif olmur. Sıfır təhrif xətti adlanır. Bu proyeksiyalar
ekvatora yaxın olan ərazilərin xəritəsinin tərtib olunmasında istifadə olunur. Yəni, Afrika kimi ölkələrin, Asiyanın, cənub hissələrinin, ən xüsusilə də Cənub-Şərqi Asiya ölkələrinin, xəritələrin tərtib olunmasında istifadə olunur. Silindrlik proyeksiyasında paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişir. Aydındır? Bunu da yadımızda saxlayaq. Bu silindrlik proyeksiyadır. Burada da qeyd olunub ki, qlobus şəffaf silindrin içərisində yerləşdirilir. Ekvator boyu ərazilər toxunur və toxunma xəttində təhriflər sıfıra yaxın olur ki, buna da sıfır təhrifli xətt deyirik. Dünya xəritələrdə həmçinin ekvator boyu ərazilər silindrlik proyeksiyalarla təhrif olunur. Paralel və meridianlar isə düz bucaq altında kəsişir. Daha sonra isə gəlirik konus. Konus proyeksiyasında necə olur? Ya bir paraleldə, yəni 60 dərəcə şimal enliyində və ya iki paraleldə, 47 şimal enliyində və 62 şimal enliyində proyeksiyalarda təhriflər olunur. Yəni, bu boyunca təhrif olunmur, üzr istəyirəm, təhrif olunmur. Ya bir paraleldə olmayacaq 60 dərəcədə, 60 dərəcə şimal enliyində. Əgər bu da konus qlobusa xaricdən toxunarsa. Yox, iki paraleldə olarsa, həm 47 dərəcə şimal enliyində, həm də 62 dərəcə şimal enliyində olarsa, bu zaman konus daxildən toxunarsa, yəni kəsişərsə, bu paraleldə təhrif olmayacaqdır. Bu əsasən hansı xəritələrin tərtib edilməsi üçün əhəmiyyətlidir? Məsələn, mülayim enliklərin, qütb ətrafı enliklərin xəritələrin tərtib edilməsi daha əlverişlidir. Burada meridian və paralellər necə olur? Meridianlar bir nöqtədən çıxır. Baxın, uşaqlar, meridianlar bir nöqtədən çıxır. Paralellər isə qösvari şəkildə olur. Bu, konus proyeksiyasının xüsusiyyətləri idi. Burada da qeyd etmişəm ki, bu proyeksiyada konusa toxunan 60 dərəcə və ona yaxın paralellərdə təhrif olunmur. Ya 60 dərəcə şimal enliyində olmur, ya da 47 və 62 dərəcə şimal enliklərində olmur. Əsasən müəyyən və qütb ətrafı ərazilərinin tərtibində istifadə olunur. Təbii ki, təhrif xəttindən uzaqlaşdımsa, təhriflər artacaqdır. Məsələn, ekvatorda təhriflər çox olacaqdır, amma müəyyən və qütb ətrafı enliklərdə təhrif az olacaqdır. Paralellər qösvari şəkildədir, meridianlar isə mərkəzdən çıxan düz xəttlər şəklində təsvir olunur. İndi isə gəlirik azimutal proyeksiyada. Burada görürsünüz, bir dənə müstəvidir, qlobus həmin müstəviyə toxunulub. Bir hissəsi həmin müstəviyə toxunulur və toxunma nöqtəsində də təhrif olmur. Kənarlara doğru getdikcə isə təhrifin kəmiyyəti əlbəttə ki, artacaqdır. Biz bunu hansı azimutal proyeksiyasını hansı xəritələrin tərtibində istifadə edə bilirik deyəcəksə, əlbəttə ki, Arktika, Antarktida kimi xəritələrin tərtib edilməsində əlverişlidir və ya Şərq və Qərb yarımkürələrinin xəritəsinin tərtib edilməsində əlverişlidir. Paralellər və meridianlar necə olacaq deyiriksə, eyni meridianlar bir nöqtədən çıxan radius şəklində olacaq. Baxın, meridianlar bir nöqtədən çıxan radius şəklində olacaqdır. Amma paralellər isə necə təsvir olunacaq? Əlbəttə ki, düzdə, yəni paralel şəkildə, baxın, bu şəkildə təsvir olunacaqdır. Eyni xəritədə olduğu kimi. Bir də uşaqlar, çox üzlü proyeksiya var. Burada da qeyd edeyim. Baxın, deyir ki, həndəsi səth kimi müstəvidən istifadə olunur və müstəvinin kürəyə toxunma hissəsi sıfır təhrifli nöqtə adlanır. Biz bunu sadə silindrlik proyeksiyada da dedik. Toxunma nöqtəsində təhrif olmayacaq əlbəttə ki. Antarktida, Arktika, Şimal Buzlu okeanında, Şərq və Qərb yarımkürələrinin xəritələrində azimutal proyeksiyada istifadə olunacaqdır. Davam edirik çoxüzlü proyeksiya. Çoxüzlü proyeksiyada isə yer səthi kürə deyil, çox sayda necə bölünəcək? Trapesiyalara bölünəcək. Bu da çoxüzlü kimi qəbul olunacaq. Bu əsasən kiçik ərazilərin təsvirində. Əsasən topoqrafi xəritələrdə tərtib olunur. Və burada xəritələrin miqyası böyük və orta miqyaslı olacaq. Təhriflər isə trapesiyaların arası, baxın trapesiyaların arası var. Buradakı məsafələr kiçik olduğundan daha az olacaq. Təhrif aydındır. Daha sonra isə belə bir məlumat vermək istərdim ki, Azərbaycanın xəritəsinə nəzər yetirsək, həm bərabər bucaqlı konus proyeksiyasından, həm də çoxüzlü proyeksiyasında tərtib olunur. Bunu yadımızda saxlayaq. Testlərdə, sınaqlarda əlbəttə ki, düşəcək.
Təhriflərin dərəcəsi nədən asılıdır desə, ərazinin böyüklüyündən və coğrafi enlikdən asılı olacaq deyirik.